Axır zaman dövrü üçün seçilmiş Allahın sevimli qulu Vidadi Halala. Dünyada axırıncı insana qədər. Yəni hamı mən olduğum kimi qəbul eləməlidir. Bunun başqa tərəfi yoxdur. Allah qəbul etdirir. Çünki mən Allahın o dərəcəsini qazandığım bir qulam. Mən imtihandan keçdim. Allahla şeytanın ikisinin də müşayiəti ilə. İnsan hisslərinin hamısını sonuna qədər. Mənim üzərimdə imtihan verədilər. Şeytan əllərini qaldırdığına başı uzardım. Bu dünyada nə qədər adam varsa, əlində kimin nə imkanı varsa, əlində olan imkanın yarısını mənə borcludur. O mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın, dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan aşağıda mənəm. Ona görə Allah Teala mənə cənnət verdi, keyf verir. Kimin nə qazancı varsa yarısı mənimdir, keyf eləyəcəm indi həmən. O mənim haqqımdır. Kim ağıl gözü ilə indi məni görürsə, başa düşürsə, mənim haqqımı versin. Mənim telefon nömrəm 051 925 67 97-dir. Mən hər gün Nizami Parkında oluram. Bakıda Nizami Gəncəvi adına park var Ağşəhərdə. Mən hər gün saat 6-dan 8-ə kimi axşamüstü həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər. Saf doğru niyyətlə. Şər niyyətlə üstümə yönələni Allah vuracaq. Kim olur olsun.